23 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirib. Sədr qeyd edib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var. Bu ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 119 mindən çox şagird iştirak edib. Bu həftə sonu keçiriləcək 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanlarında 54.246, iyunun 1-də keçiriləcək 1-ci və 4-cü ixtisas qrupları üzrə imtahanlarda isə 37.692 abituriyentin iştirakı nəzərdə tutulur. Bu mərhələdə də ötən illə müqayisədə təqribən 7.000 çox imtahan iştirakçısı var. Ötən ildən etibarən tələbə qəbulu aparılan Qarabağ Universiteti haqqında məlumat verən Məleykə Abbaszadə, 2025-ci ildə bu təhsil müəssisəsi üzrə qəbul planının 28,5% artırılacaq 1440 yerə çatdırılmasının regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. 2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul planı haqqında məlumat verən sədr ümumilikdə 60.489 plan yerinin ayrıldığını qeyd edib. Cədvəldən də göründüyü kimi, ötən illə müqayisədə plan yerləri 2,21% artırılıb. Bu ilin statistikasına əsasən demək olar ki, 69.511 abituriyent kəsiləcək. 130.000 abituriyent, 60.489 isə plan yeri var. Plan yerlərinin 28.401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 568 yer artıb. Aşağıda verilmiş cədvəldə isə orta ixtisas təhsil müəssisələrinə qəbul planının ötən illə müqayisəsi verilmişdir. Bu il keçirilən tam 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları haqqında danışan sədr, ötən illə müqayisədə nəticələrin bir-birinə demək olar ki, uyğun olduğunu vurğulayıb. 2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132,33, 2024-cü ildə isə 132,9 olub. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimum bal 300-dür. Sonda Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verilib.